2026-2027-ci tədris ili üçün ali təhsil və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisaslarının müsabiqə şərtində dəyişiklik edilib. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, ixtisaslar üzrə yeni ballar belə olacaq. Xoreografiya sənəti bakalavriat 50 bal, aktyor sənəti bakalavriat 100 bal, rəqs müəllimliyi orta ixtisas təhsili 11 illik 40 bal, rəqs müəllimliyi orta ixtisas təhsili 9 illik 50 bal, xoreografiya sənəti orta ixtisas təhsili 9 illik 50 bal. Bundan əlavə, bakalavriat təhsil səviyyəsi üzrə xoreografiya sənəti ixtisasının ifaçılıq fənni üzrə qabiliyyət imtahanında abituriyentlər 3 müxtəlif xarakterli rəqs ifa edəcəklər. Xoreografiya sənəti ixtisasının milli rəqs, balet pedaqogikası, modern rəqs və rəqs müəllimliyi sahələri üzrə tələb edilən rəqslər aşağıdakı kimi müəyyən edilib. Milli rəqs, rəqs müəllimliyi, lirik rəqs, qızlar atributsuz və oğlanlar üçün bir rəqs. Yallı, qazağı, şalaqoy, qaytağı oğlanlar üçün 2 rəqs. Yallı, qaval, nəlbəki, yaylıqlarla rəqs qızlar üçün 2 rəqs. Balet pedaqogikası, Karsar, Don Kixot, Jizel, Jelkunçik, Minbir gecə, Qız qalası, 7 gözəl baletlərindən variasiyalar 3 rəqs. Modern rəqs, müasir cərəyanlara aid müxtəlif xarakterli 3 rəqs. Qeyd edək ki, xoreografiya sənəti ixtisasının baletmeyster sahəsi üzrə qabiliyyət imtahanında hər hansı bir dəyişiklik edilməyib.